xoş gördük hər biriniz hörmətli müəllimlər və müəllimliyə namizəd olan şəxslər. Deməli, əvvəlcə bir kiçik məlumat verim sizə. Yanvar qruplarımız artıq dolmaq üzrədir. Yanvar qruplarına qeydiyyatdan keçə bilərsiniz. Yanvar qrupları yanvar ayının 10-undan start götürür və həftədə 3 dəfə hər hazırlıq 90 dəqiqə olmaqla Zoom proqramı vasitəsilə canlı şəkildə keçirilən dərslərdir. Yəni bu onlayn dərslərdə, yəni dərslərdə Gəncə şəhərində 5 nömrəli məktəbin yanında yəni şəkildə həftədə 3 dəfə hər hazırlıq 90 dəqiqə olmaqla təşkil olunur. Yeni qruplarda qoşulmağınızı ona görə məsləhət görürəm ki, bu vaxtdan başlayıb proqramı rahat çatdırmaq olur. Sonrakı asılan qruplarda proqramı tez bir zamanda qurtarmaq və təkrar tez bir zamanda keçmək olmur. Ona görə yanvardan başlamaq ən uyğun vaxt hesab edirik. İndidən sonra başlamaq istəyən şəxslərə aid olaraq bu fikri deyirəm. Ümid edirəm hər kəsə aydın oldu. Gəlin indi sualla tanış olaq. Belə bir sual tərtib eləmişəm sizin üçün. Sualda deyir ki, sinif müzakirəsi zamanı nitq qüsuru olan şagird sinif yoldaşları tərəfindən ələ salınmaqdan qorxduğu üçün prosesdə iştirak etməkdən çəkinir. Buna görə müəllim şagirdlər arasında empatiya və hörməti təşviq etməklə effektiv sinif mühiti inkişaf etdirməyə məqsəd qoyur. Müəllim şagirdləri fəal dinləməyə təşviq edir, hörmət çərçivəsində ünsiyyət üçün aydın gözləntiləri qoyur və hər kəsin öz fikirlərini bölüşərkən dəyərli hiss etmələrini təmin edir. Bu situasiyada verilənlərə əsasən sinifdəki fəaliyyət haqqında hansı fikir doğru deyil. Baxaq. Müəllim peşəkarlıq nümayiş etdirir və atdığı addımlar sinifdə dəstəkləyici mühiti formalaşmasına xidmət edir. Bəli, müəllim sinifdə əgər şagirdlər arasında belə bir mühiti formalaşdırmaqdırsa, yəni sinif yoldaşlarının arasında şagirdləri bir-birini dinləməsi, hörmət çərçivəsində ünsiyyət qurması kimi gözləntilər və qaydalar qoyursa, müəllim sinifdə sağlam psixoloji mühit yaratmasıdır ki, bu dəstəkləyici mühitə uyğundur. Sonra C-yə baxaq. Şagirdlərin hər biri üçün bərabər imkanlar yaratmağa yönəlmiş fəaliyyət müəyyən zaman içərisində həmin şagirdin dərsə cəlb olunmasını təmin edəcəkdir. Doğrudur. Müəllimin problemi həll etmək üçün göstərdiyi yanaşma sinifdə inklüziv mühitin formalaşmasına çalışdığını göstərir. Ümumiyyətlə, müəllim şagirdi nəzərə alırsa, müəllim şagirdə uyğun fəaliyyət eləyirsə, bu bir mənalı şəkildə yadda saxlayın ki, gəlir nəyə? İnklüzivliyə. Müəllimin əsas hədəflərindən biri dəstəkləyici mühiti formalaşdırmaq. Bayaq bunu dedik. Şagirdlərdə sosial bacarıqları inkişaf elətdirməkdir. Əlbəttə, yəni burada zaten verilir ki, fəal dinləməyə təşviq edir, hörmət çərçivəsində ünsiyyət. Bunlar təbii ki, sosial bacarıqlar hesab edilir. Bəs burada yanlış fikir hansıdır? Yanlış fikir B variantındadır. Baxırıq. Müəllim bullying halına məruz qalan, özgüvəni zədələnmiş şagirdin dərs prosesinə cəlb olunması üçün lazım olan davranışı sərgiləyir. Deyə bilərsiniz, müəllim, burada niyə B səhvdir? Ona görə səhvdir ki, burada bullying halına məruz qalan şagird yoxdur. Burada deyir ki, şagird sinif yoldaşları tərəfindən ələ salınmaqdan qorxduğu üçün prosesdə iştirak etməkdən çəkinir. Yəni burada demirik ki, digər uşaqlar ona qarşı bullying törədir. Burada ona qarşı bullyingin törədilməsi yoxdur. Sadəcə o uşağın özü elə düşünür. Yəni buna görə də burada bullyingə məruz qalmaq, özgüvəni zədələnmək anlayışı situasiyada görünmədiyinə görə B variantı bizim doğru cavabımız oldu. Ümid edirəm ki, bu sualda sizə aydın oldu. Növbəti sualda görüşərik. Sağ olun.